Onlardan sonra elə bir qövm gəldi ki, namazı itirdilər, namazı zay elədilər və öz şəhvətlərinə uydular və onlar qayya atılacaqlar. Yəni, cəhənnəmdə olan bir vadi. Bu bizim halımız deyilmi, qardaşlar? Bugünkü günümüzdə biz namazımızı itirməmişikmi? Bugünkü günümüzdə bir namazı zay etməmişikmi? Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi tilkə salatul münafiq, tilkə salatul münafiq, tilkə salatul münafiq. O, münafiqin namazıdır, deyir. Həmin namaz deyir, münafiqin namazıdır. Həmin namaz münafiqin namazıdır. Hansı namaz? Günəşi gözləyir, yuraqqibu şəms və yanquru nəqarat və lə yəzkurullaha illə qalilə. Günəşi gözləyir, namazın vaxtını zayiləyir. Namaz girib, hələ işdədir, alver edir. Namaz girib, çəkiş vurur. Namaz girir, beton tökür. Ta namaz vaxtı yatıb. Günəş çıxa-çıxda durur dəstəmaz alın namaz qılır. Yanquru nəqarat. Tez-tez. Mütməinlik yoxdur. Namazı elə qılır ki, elə bir dalıca atlı gəlir. Və lə yəzkurullaha illə qalilə. Allahı çox az zikr edir. Namazın ruhu yoxdur. Xuşu yoxdur. Namaza girirsən, bir də görürsən ki, həcc edib gəlmirsən. Elələri olur ki, maşının satıb. Elələri olur ki, evin tikib. Elələri olur ki, evlərin uşağı olur. Bu namazı itirməkdir, qardaşlar. Həqiqətən bizim bugünkü halımız namazı itirməkdir. Həqiqətən biz namazımızı itirmişik. Namazımızı itirmişik. Yoxdur namazın ruhu. İqamə verilir, söhbət edir. Ticarət edir. Allah Teala bizi bağışlasın. İhlasla.com saytı tərəfindən təqdim olundu.